Çayımız da yüzü dəmlənir. Nə bildiniz dəmləni bu arada? Nə bildik? Çünki səsi dəyişdi, baxın. Qapağın səsindən. Bəli, qapağı içərisində qoyanda bir böyük bir səs verir. Böyük səs verirsə demək dəmlənir. Bəli, biz şairədir bu bizdəki dəmləndi. Siz ümumiyyətlə bunun üçün nəsə təlim mi deyin? Heç bir şey. Sadəcə praktika ilə. Heç bir şey, bəli, heç bir zaman. Kənarda bir insan heç mən görmədən bunu yusun. Mən həmin deyirdim ki, qızlara az yuda, o dəm çayını. Deyirlər, nə bilirsən dəm çayını? Mən hər şeyi səsindən bilirəm. Səsinə Səs ayrılır ki, yaddaşımız bu var qazandır, bu dəm çaynikidir və ya Bəli, stəkandır. bəli. Bir dənə tefalımızı vurum. Əlimiz olur. Belə qoyum ki, düşməsin. Yəqin ki, dəmi yaxşıdır, siz görürsünüz. Bəli. Yəni belə deyək, əsl, pür rəngi, o xoruz quyruğu dedikləri çay rəngidir. Mənəm deyən adamlar yəni belə çay dəmlənmir.